Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Sabiq polis rəisi, ekspert, kriminalist Mahmud Hacıyev Antalyada qətlə yetirilən Loto Qulinin ölümü ilə bağlı müsahibə verib. Sizcə bu qətlin səbəbi nədir? Bu xəbərimdə nələr olub keçdiyini sizlərə bildirəcəm. Keçək əsas xəbərə. Vorzakon və ya qanuni oğru dediyimiz şəxslərin vahid bir amalı, hədəfi, əqidəsi olmur. Bu şəxslər daha çox klanlar və ya qruplaşmalar halında müəyyən sahələrə nəzarət edirlər. Bir sözlə desək, bazarlara falan və s. Məhz qeyd etdiyim sahələr uğrunda vaxtaşırı biri-biri ilə konfliktə girirlər. O da nəzarət etdikləri məkanı əldən çıxartmasınlar deyə. Çünki oradan gələn gəlirlər o biri avtoritetə getməsin. Adətən bu mübahisələr bir klanın və ya qruplaşmanın digərinin ərazisinə girməsi, keçirilən sxotkalarda yaranan konfliktlər, eyni zamanda klan üzvlərindən birinin qətli səbəblərindən yarana bilir. Yəni bu şəxslər və nəzarət etdikləri qruplar arasında vahid birlik və ya sabitlik olmur. Qeyd etdiyim mübahisələrin kulminasiya nöqtəsi isə Loto Quli kimi klan başçılarının ölümü ilə nəticələnir. Loto Qulinin qətlinə gəldikdə isə onu deyə bilərəm ki, ümumiyyətlə kriminal aləmdə digər qanuni oğrulara nəzərən ona qarşı münasibət heç də yaxşı olmayıb. Elə o sözü də bir çox qanuni oğru ilə düşmənçilik edirdi. Fərq etməzdi hansı ölkənin qanuni oğrusu olur olsun. Loto Quliyə qarşı bu cür aqressiyanın, düşmənçiliyinin olmasının əsas səbəbi onun özü ilə bağlı idi. Bildiyiniz kimi qanuni oğruların yazılmamış qanunları var. Bu qanunlara bütün qanuni oğrular riayət etməlidir. Loto Quli bir çox hallarda bu qanunların bir çoxu ilə razılaşmır, hətta riayət etmirdi və öz bildiyi kimi hərəkət edirdi. Buna görə də bugün ya sabah onun qətlə yetiriləcəyi gözlənilirdi. Loto Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin 18 avqust 2016-cı il dönümündən bir gün sonra öldürülməsi, bu hadisənin Rövşənin qisası olması haqda fikirlər yaradıb və hələ də Loto Qulinin əli olduğu deyilir. Qulinin ölümü ilə bağlı diqqət çəkən bir digər məqam da həmin tarixdə, daha doğrusu avqustun 18-də daha bir Azərbaycanlı kriminal avtoritetin Qoca Yasamalski ləqəbli Əlibaba Həmidovun öldürülməsidir. Sizcə bu şəxslərin qətilləri arasında bir bağlantı varmı? Düşünmürəm ki, bu şəxslərin qətilləri arasında hansısa bir bağlantı var. Tarixlərə gəldikdə isə bu sadəcə təsadüf də ola bilər. Bilirsiniz, belə məqamlar hər zaman olub, olacaq da. Tarixdə bir çox hökmdarların ölümü də eyni tarixdə olub. Və ya gündəlik həyatımızda baxırsan ki, bir ailənin 3 üzvü müxtəlif illərdə, lakin eyni ayda rəhmətə gedir. Yəni bu kimi hadisələrin eyni tarixlərə təsadüf etməsinin arxasında xüsusi bir səbəb dayanmaya da bilər. Lakin diqqət yetirsəniz, görərsiniz ki, həm Rövşən Lənkəranski, həm də Loto Quli məhz Türkiyədə qətlə yetirilib. Bunun isə xüsusi bir səbəbi var. Bildiyiniz kimi postsovet məkanında qanuni oğruların ən çox yığıldığı, xüsusi tədbirlər keçirdiyi, hətta fəaliyyət göstərdiyi əsas ölkə Rusiya idi. Ukrayna, Belarus kimi böyük ölkələrin qanuni oğruları da bu ölkəyə üz tuturdular. Lakin Vladimir Putin faktiki olaraq qanuni oğrulara qarşı bir müharibə açdı. Putin özü də xüsusi xidmət orqanlarından çıxmış, təcrübəli və peşəkar zabitdir. Həm bu aləmi, həm də qanunlarını yaxşı bilirdi. Digər tərəfdən qanuni oğruların Rusiyada çoxalması həm ölkə iqtisadiyyatını, həm də dövlət idarə etməsini ciddi mənada zəiflətmişdi. Yəni qanuni oğrular sadəcə öz aralarında münaqişə etmir.
bir çox tanınmış dövlət adamlarını dəstəkləyərək vəzifəyə gəlməsini təmin edirdi. Bu isə faktiki olaraq qanuni oğruların özlərini dövlət qarşısında toxunulmaz hala gətirirdi. Putin məhz buna görə ölkədə olan bütün qanuni oğrulara müharibə açdı. Hətta onu da deyim ki, qanuni oğruların yazılmamış qanunlarından birini dəyişdirilməsinə nail oldu. O, polislərə qanuni oğrulara yaxınlaşanda onlardan qanuni oğru olub-olmadığını soruşmasını tapşırdı. Əgər şəxs qanuni oğru olduğunu desə həbs edilirdi. Demədisə, bu zaman onun qanuni oğru adı digərlər tərəfindən tanınmırdı. Çünki qanuni oğrular bu adı dana bilməzlər. Məhz bundan sonra qanuni oğrular həm öz yazılmamış qanunlarında bu məsələni əsas gətirərək dəyişiklik etdi, həm də daha fərqli ölkəyə, Türkiyəyə getməyə başladılar. Rövşən Lənkəranski və Lotu Qulinin Türkiyədə öldürülməsinin səbəbi də budur. Allah rəhmət eləsin. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.